Təyyarələr yer kürəsinin o öz ox ətrafında fırlandığının əksinə uçanda daha Keyfi çox bozulur. benzin yandırır, kerosin yandırır. Əksinə yer kürəsi ilə eyni istiqamətdə gedəndə çox benzin yandırır. Bu getdikcə dünya da fırlanır. Axı dünyanın fırlanmağı da Axı dünya atmosferdə buna fırlanır. şey verir. Arxadan verir? itələyir təyyarəni. Rıvok. Mən deyirəm ki, Gör fələk nə sayır. dünya fırlanır. Aha. Sən onun istiqamətində gedəndə sən gedirsən, görürsən ki, Allah İtaliyada gedir. Bildin necə Düzdür, gəlib çata düzdür, bilmirsən. düzdür. Onda buna düşünə bilərik. Təyyarə qalxır göyə, məsələn 10.000 fitə. 10.000 fit nə qədərsə də artıq. Buraxır aşağı. Buraxmır, dayanır yerində, sabitlənir yerində. Yer fırlanır, O da Axı dünya çatır. fırlanır. düşmək istədiyi yerə düşür. Belə ola bilər. Necə düşür belə, yəni Və belə. bilet qiymətləri də beləliklə aşağı düşər. Nəsə danışır. Göydə qalmaq üçün də Qulaq pul lazımdır. asmıram axı. Niyə? Göydə qalsın da. Yəni xalastoya atıb dayansın. Hə, Əbu dəli xalastada də. dayansın. Onda belə tullana getmək istədiyin yerə get də Gəzirəm. Tərlan. Necə tullana? Belə tullan biraz göydə qal, dünya biraz Yox da, mən indi onu eləyəmirəm. Mən çox yaxınam yer qabığına. Amma təyyarə qalxsın, lap yuxarı. Elə də etiraz eləyir. Sanki indi dediyi Yer- çox məntiqlidir. Yox Bunu da, yox. qəbul eləmir. Yer fırlansın. Sonra məsələn, çatdı, Pekinə çatırıq ucu. Ucu atıram, Pekinə bir nə qədər 200 kilometr Dediyi qalmış şey, şeyləsin. sən necə düşsün uçuq aşağı. bir şeydir. Məsələn, atıram da, gəl bunu bir alimə danışsan şey deməz də. Bu əslində olar, amma filan şey düzəldər. Ya bunu alimə danışsan bu ehtimal belə bir şey eləyər. Niyə heç başını qaldırma, o heç orasındayım. Amma Amma buna da rəy yazıb açıqlayacaqlar da. Onun açıqlasınlar da, qoy yazırlar da. Antakloska.